Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Dostlar, bu günlərdə bağımızda işlərkən başım o qədər çürüməyə qarşı mübarizə aparmağa, nə bilim quşlara qarşı mübarizə aparmağa qarşıdır ki, bağımızda olan digər problemləri elə indi görməyə başlayıram. Baxın, yarpaqlarda belə bir xəstəlik var. Mən indi görürəm. Baxın, həm altı hissəsindən görünür, həm də üst hissəsindən görünən belə qırmızı ləkələr var. Baxın, heç bir anlayışım yoxdur. Nə xəstəlikdir, necə mübarizə aparmaq olar. Bilgili dostlarımdan xahiş edirəm bizə məlumat versin və biz də bilək görək bu nə xəstəlikdir. Əllərimə isə fikir verməyin, o qədər çürük gilas təmizləmişəm ki, bulaşıb və heç yumağa belə vaxtım olmayıb, üzürlü sayın. Nəsə keçək digər ağacımıza. Baxın, bu ağacda da belə bir xəstəlik var. Bilmirəm, eyni xəstəlikdir, yoxsa fərqli xəstəliklərdir. Hər halda bilgili dostlarımız bu barədə bizə şərh bölümündə məlumat verər. Xüsusən də dostlarımın içində olan aqronom dostlarım, hörmətli Arsen bəydən xahiş edirəm. Bu barədə bizi məlumatlandırsın. Belə, kanala abunə olmağı və paylaşmağı unutmayın. Gələn videolarda görüşənədək.